Keçən dəfə yağ filamentləri və qara nöqtələrlə bağlı storydə sorğu qoymuşdum. Başa düşdüm ki, bu problemlə əziyyət çəkən çox insan var. Gəlin sizə çox sadə şəkildə nələr istifadə edə bilərsiniz, onları deyim. Mütləq şəkildə rutininizdə hidrofil yağlardan istifadə etməlisiniz ki, makiyajınızı, SPF-nizi, bunların qalıntılarını dərinizdən çox yaxşı çıxarsın. Həftəlik rutininizdə mütləq şəkildə pilinglərdən istifadə etməlisiniz. Enzim pilinglər ola bilər, daha yumşaq teksturalı, dərinizi cızmayan pilinglər ola bilər ki, həftədə heç olmasa 2-3 dəfə istifadə etməlisiniz. Məsamələriniz yenidən təmiz qalsın və mütləq şəkildə rutininizdə salisil tərkibli toner olmalıdır. Çünki salisil yağda həll olunduğu üçün məsamələrə dolan həmin sebumu parçalayır, qara nöqtələri parçalayır və dərindən təmizləyir. Bonus olaraq da sizə bir məhsul göstərəcəm. Doktor Altea markasınındır. Mən sizinlə bunu qışda da bölüşmüşdüm. Güclü bir tərkibi var. Yağ filamentlərini və qara nöqtələri dərindən təmizləyərək çıxarır. Həm bəylər, həm də xanımlar çox rahat bir şəkildə istifadə edə bilər. Harda görsəniz mütləq şəkildə alın. Rəylərdə gördüyünüz mağazalarda qeyd edə bilərsiniz.